Dostlar salam, hər vaxtınız xeyir olsun. Deməli 11-ci sinif səhifə 12. 73-dən axıra kimi baxaq. İsim mövzusu. Yiyəlik, əslində bu 73-cü sual yiyəlikdə olmalı, gətir burada veriblər. Hər nəysə. If-you nə istəyir, cəm istəyir. Yiyəlikli ismi birləşmələrdə yadda saxlayın. Sonuncu ismə baxmırsınız. Sonuncu ismə baxmırsınız. Okay? Nəyə baxırıq? Bax bura. If-you cəm istəyir, amma day təkdədir. If-you nə? Bir neçə deməkdir? Gün. Day də gün deməkdir. Olur bir neçə gün. İngiliscəsində də bilirsiniz ki, if-you cəm istəyir, təyin elədiyi söz gün sözdür, yəni bir neçə gün. O da cəmdə olmalı. Cəmin də yiyəliyi bu şəkildə düzəlir. Yəni bir səhvdir. Sam sayılan isimlərlə işlənəndə cəmdə olur sayılan isimlər. Düzdür? S-lə cəmlənən yiyəli, S-dən sonra apostrof. Amma dear'ın təki cəmi eyni olduğuna görə biz onu S ilə cəmləndirmirik. Yiyəlikdə ona görə həmişə apostrof S qalmalıdır. Tamam mı? Deməli 1-3 səhvdir. If-you cəm istəyir, bir neçə ay. Ay da cəmləndiyinə görə yiyəlik S-dən sonradır, yəni apostrof. S apostrof. Yadda saxlayın. Sayılar müəyyən olsun, qeyri-müəyyən. Quantify qeyri-müəyyən deməkdir. Yəni qeyri-müəyyən sayılar bizim dilə uyğun gəlir. Bir neçə. Üstə gəl ölçü vahid olanda ay, il, gün, saat, manat, dollar və s. Metr, kilometr bu lıq-lıq tərcümə olunur. Bir neçə aylıq səyahət. Nəysə cavabımız oldu A. If-you cəm istəyir, təkdədir men. Oflo ifadələrdə biz həmişə ofdan əvvələ baxırıq. Lof cəmdədir ki, onu cəmi bu şəkildə düzəlir. Və article cəm isimlərlə işləmir. Salad sayılmır. A little sayılmır isimlərlə işlərir. Oflo olanda ofdan əvvələ baxıram. Sam sayılanlarla işləndə cəmdə olur. 3-4 düzdür, yəni P-siz cəmdə olduğu üçün. Of olanda ofdan əvvələ baxırıq. P-siz cəmdədir. Article onu təyin eləyə bilmir. Çünki təkdir, P-siz cəmdədir. If-you cəm istəyir, woman kökdən dəyişir, women olur. Səhvdir qalır 1-3. Uncountable, slice yadda saxlayın sayılır. Bucket sayılır. Dilim, hissə, parça, vedrə, çəkic, çay, kənd, otel, istilik, kutu sayılır. Kutuma kutu deyir. Otel də sayılır. Əl sayılır. Dil sayılır. Pambıq sayılmır. Düyü, qum, səbir sayılmır. D variant. If-you cəm istəyir, cəmdir. If-you cəm istəyir, təkdir. If-you cəm istəyir, fi-you cəm istəyir, düzdür. Fi-you cəm istəyir, amma bu təkdir, səhvdir. Cavab 1-3. Of olanda ofdan əvvələ baxırsınız. 5 cəm istəyir, slice. Birdən böyük hər şey cəm istəyir. Slice yox, slices. 6 cəm istəyir, düzdür. 2 cəm istəyir, amma təkdir, boxsız olmalıydı. 3 də nədir? Cəm istəyir, cəmdir. Deməli, arada sözcüğünü yoxdursa, yiyəlik yoxdursa, yadda saxlayın. Əvvəldə gələn say, əvəzi article həmişə sonuncuya aiddir. Doesn't 12 deməkdir. 3-ə 12-yə varın 36. 36-dan burada yumurta var. C. Plural istəyir. İdman adları, elm və fən adları sayılmır. Bu da təkdir, bu da təkdir. Görürsünüz. Təkdir, təkdir, təkdir. Fizika. Təkdir, təkdir. Təkdir, təkdir. Tooth cəm forması da teeth. Shoes həmişə cəmdir, stays həmişə cəmdir. Cavab D variantı. Countable istəyir. Juice sayılmır. Şirə. Gold sayılmır. Qızıl. Money sayılmır. Pul. 2-3-5. B variantı. Pudding sıyıqdır, yeməkdir, sayılmır. News xəbər sayılmır. Azərbaycanca tərcümə eləyib, yəni çox şey eləmir bəziləri. Konkret bilmək ki, bu sayılır, sayılmır. Water, su sayılmır, su. Az qalı ingiliscə demişdim. 2-3-5. C variantı. Of olanda ofdan əvvələ baxıram. P istəkli qabağında təhliyi bildirən nəsə olmalıdır. Article var. Advice sayılmır, sayılmır ismi qabağında article işləmir. Advice sayılmır, sayılmır isimlər cəmləmir, qabağında da rəqəm olmur. 1-4. Fön 3-ə sayılmır, bu tipdə düşür.
Çox düşüb. Saim isim birinci cəmlənmir, ikinci qabağında rəqəm işlənmir. Üçüncüsü də qabağında en article işlənmir. 1-2. Bu testləri eləsə zaten bu temanı anlamış olursunuz. Tənbəllik eləyirsiniz, yəni çalışmırsınız. Bir şeyi təkrar eləmək istəmirsiniz. Elə bir dəfə oxumağından nəsə olacaq. Saim yəni isim istəyir. Küçə sayılır, art həm sayılır, həm sayılmır. Deyək ki, sayılmır. Əl sayılır, jurnal sayılır, meşə sayılır. Kartof həm sayılır, həm sayılmır. Adi bir kartof sayacaq. Baş, jaket sayılır. Maşın, doktor sayılır. Xoşbəxtlik, azadlıq, sülh sayılmır. C variantı. Yenə uncountable istəyir. Köynək, oyuncaq, ordu, putulka sayılır. Parfüm, ətir, yağ, qan sayılmır. A variantı. Progress, inkişaf sayılmır. Sonra ümumiyyətlə 2 dənə S görsəz, ümumiyyətlə bu adətən sayım ismi olur. Amma nəysə, əsas odur ki, cəmdə deyil. Yaxşı. Grass sayılmır, glass sayılmır. Yəni təkdir bunlar. Cəm, cəm, cəm. Üçü də həmişə cəmdə işlənən isimlərin içində vermişik. Yenə plural istəyir. News sayılmır. Hostess. Bu hostess da stewardessa deyək. Nə ya da ev sahibəsi. Hər halda bu təkdir şey. Sayılan da amma təkdir. Pul da sayılmır, yəni təkdir. Həmişə cəm, həmişə cəm, həmişə cəm. 4, 5, 6. E variantı. Ox, oxen. Cəmlənə bilən bu isim sayılır. Mouse, mice olur. Flower, flowers olur. Yəni bunlar sayılır. Clay, hava, çörək. 3, 5, 6 sayılmır. A variantı. Əl, ev, avtobus sayılır. Yağ, yanacaq. Bu nədir? Pendir sayılmır. 2, 3, 5, B variantı. Bu da nə istəyir? Uncountable. Parta, kreslo sayılır. Xəritə, yemək sayılır. Problem sayılır. Ağrı sayılar. Çirk, ot, vicdan, dürüstlük, ləyaqət, inkişaf, buğda, mərhəmət ya da mehribanlıq sayılmır. 3-5 A variantı. Yine uncountable istəyir. Ev heyvanı sayılır. Məktub sayılır. Yağış həm sayılır, həm sayılmır. Saymayan kimi saxlayaq onu orada. Umbrella, çətir sayılır. BB sayılır. 1-4 E variantı. Yenə uncountable. Slice sayılır. Lesson sayılır. Room sayılır. Ağac sayılır. Xəbər, clay, yapışqan. Mehribanlıq, nə bilim, mərhəmət, nəysə bunlar sayılmır. Təhdi, təhdi, təhdi. 1, 3, 4. C variantı. 3'ü də var. İsimlərin içində baxarsınız. Bunlar cəmdir. Yəlili ismi birləşmələrdə sonuncu ismə baxmırıq. Hara baxırıq? 2 nə istəyəcəm? Yəni bir yəliyə, bir də onun qabağındakına. Amma D təkdədir. Səhvdir. E nə istəyir? Tək. Weak təkdir. Düzdür. Free nə istəyəcəm? Month cəmdədir. Düzdür. A few nə istəyir? Cəm. Hour təkdədir. Səhvdir. Yəni təkin yəli budur. Cəmin yəli budur. Əvvəlcə bura baxmalısınız. Tək istəyirsə apostrof, cəm istəyirsə S apostrof. Bu qədər sadə. D variantı. Cəmdədir, 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 cəm. Təki cəm eyni problem deyil. Həmişə cəmdədir. Tək. Putulka, pişik, pəncərə. E variantı. Sayılır. Alma, gül, yumurta, qələm, pomidor, tək pomidor olsa sayacaq, kitab, çanta, bəbə, limon, süd, şirə, çörək, duz sayılmır. B variantı. Bayraq sayılır. Həkim sayılır. Qaz sayılır. Butulka sayılır. Duz, məsləhət,
mehribanlıq, mərhəmət və gümüş sayılmır. Of olanda ofdan əvvələ baxıram. Tək, düzdür. Tək, düzdür. Tək, cəm, səhvdir. Tək, düzdür. A thousand, bu 1, bu da 1000 deməkdir. Yəni 1000. Uca cəmdir. Nə istəyir? Cəm istəyir. Of olmayanda sonunuza baxsınız. Amma witness təkdədir. 2S heç vaxt dedi ki, nə eləmir? Cəm olmur. O zaman 1, 2 və 4. 1, 2, 4. Elə də variant yoxdur. Təzdən. Gətirib gör səhvə harada veriblər. Arkadaşlar. Bu 1000'dir. Cəm istəyir. E ilə burada da cəm olmur. 2, 4, 100% düzdür. Bax, a pair of nə? Shoes. A pair of trousers. Yəni bunlarda a pair da. Pair da həmişə sağdakı isim cəmdə olmalıdır. İki hissədən ibarət olan əşyalar. Çünki pair nə deməkdir? Cüt. Deməli, belə də test sala bilərlər. Adətən solda olurdu. Olsun. 2, 4. Əsas o ki, cavabımız çıxdı. Diqqətli olmaq lazım. Şöyle burada elə bir şey eləməyiblər. Yox, eləməyiblər. E cəm istəmir, tək istəyir. 100 olmalıydı, bu səhvdir. Ya da hundreds of books olmalıydı. A cluster. Bu düzdür. Cluster salxım deyək. A pair of tights gördünüz. Burada cəmdə verib. Düzdür. A pairlə uzlaşır. A group of. Burada səhvdir. Çünki əskərlər qrupu, əskərlər bir araya gəlməli ki, qrup düzəldə bilərsən də. Cəmdə olmalıdır bu. Məntiqlə. Bizdə də elədir. 100 nə? Bu da 100'dür. Witnesses. Bunda cəmdə eləməlisən. Eləməyib. Burada da 2, 3. D variantı. Yəni uncountable istəyir. Təkdir. Əşya şey deməkdir. Bu da ideya, divar, sayılanlardır. Qonaq, balıq sayılır, vətəndaş sayılır. Sabun, hava falan çiçlənməsi, ekoloji cəhətdən çiçlənmə. Bu da bilik, sayılmır. E variantı. Plural istəyir. Elm və fən adları, idman adları sayılmır. Tarix, bagaj, yük. Bunlar sayılmır. Amma stay sayılır. O zaman buna çıxdım. Bunda çıxdım. Uşaqlar həmişə cəm. Bunun təkcə cəmi eynidir. Onca götürə bilərsiniz. Mebel sayılmır. Təkdir. Malqara həmişə cəmdir. Sonra bir də kalqotka. Neyse. Yəni bir cütdür. 2 hissədən ibarət. Sayılır cəmdədir. Bu da paltar həmişə cəmdədir. Təkdir. Bu da təkdir. D variant. Sayım isimlər həmişə təkdir. Fönçə sayımı, sayım isim qabanı another olmur, many olmur, many cəmlənişlər. C, arasında qalırıq. Of olanda ofdan əvvələ baxıram. Pieces cəmdədir, amma qabağında match var. Match isə sayıla bilməyən isimlərlə işlənir. Cavab qalır C. Question sayılır. Question. Sayılır, təkdədir, E'si də var, düzdür. Cəm ismin qabağında a little olmur. Saymayandan işlənir. To cəm istəyir, amma question cəmdə deyil. One tək istəyir, amma question cəmdədir. Təkdə olmalıydı. If də cəm istəyir, question təkdədir. Cəmdə olmalıydı. Cavab da qalır A. Oflu olanda ofdan əvvələ baxıram. Təkdir. Information sayımı, yəni A düzdür. Information sayılmır, sayım isim qabağında an article olmur. Advice sayılmır, saymayan isimlər heç biri cəmlənmir. News sayılmır, sayım isimdən qabağında FE olmur. Water sayılmır, sayım isim qabağında article olmur. Cavab A. Demə görə ad, amma orijinal İngilis dilində variantı da düzdür. Nəysə. Müəllim olanda bilərsiniz. Money sayılmır, sayım ismin qabağında article olmur. Bread sayılmır, sayım ismin qabağında FE olmur. Çünki article sayılan təkdir, FE cəmdir. Information sayılmır, sayım isimlər cəmlənmir. Article sayılan tək isimlərlə işlənir. Flower isə cəmdədir. Qalan nə? B variantı. Bu da nə istəyir? Cəmdə istəyir. Patient, səbir, təkdir, yəni sayılmır. Foxes cəmdir, men cəmdir, children. Child sözünün cəm formasıdır, kökdən dəyişir. S ilə cəmlənmir. Mice da mouse sözünün cəm formasıdır. Yəni düzdür. 2, 3, 5. Of olanda ofdan əvvələ baxıram. Piece, tək düzdür. To sayılan cəm istəyir. Information sayılmır. Ofdan əvvələ baxıram. Tək, pair tək düzdür.
A few nə istəyəcəm istəyir? Sack. Təkdədir. Sacks olmalıydı. Ofdan əvvələ baxırıq. Several cəmsdir. Stockings olmalıydı. Çıxdım. 1-3. Of and ofdan əvvələ baxıram. Tamam, top. Bu nədir yazıblar? Article teması əslində. Nəysə. Of and ofdan əvvələ baxıram. A tək, box tək. To cəmsdir. Balls cəmdədir. Of olmayanda sonuncuya baxırıq. Hələ ki düz gəlirəm. A box of burada toys olmalı. Yəni a box of toys oyuncaq kutusu deməkdir. Tamam mı? İçində oyuncaqlar var. Desəz ki, mənim bir oyuncağın kutusu da olur da, olur. Amma onda toy sayılan tək isim olduğuna görə qabağında ya E ya da Z artiklını verməz. Boş qoya bilməz. Hər halda hər iki tərəfdən də nədir? Səhvdir. Several da cəm istəyir. Arada of olmadığına görə sonuncuya baxıram. Bed də təkdir. Görürsünüz. Düz gəlmə qalır. Burada da 1-3. Və nəhayət bunda yiyəli ilə verir hamısını. Niyə edəm? Yiyəliyi gətirib yiyəlinin içində verməlidir. Qatıb aləm qoyublar bir-birinə. Yiyəlikli olanda sonuncu sözə heç vaxt baxmırıq. Tamam mı? The players cəm olduğuna görə yiyəlik budur. Çünki Z artiklı adi bir ismin qabağında nə onu təhlil nə də cəmləyir. Əlaqəsi yoxdur. Bu da cəmdədir qardaş. Cəmdə yiyəli S-dən sonra apostrofdur. Amma mən kökdən dəyişdiyinə görə yiyəlik apostrof S olmalıdır. Burada isə S apostrof verir. Deməli bu səhvdir. A few cəm istəyir. Girls da cəmdədir. Qızlar. Yiyəlikdə S-dən sonra apostrof düzdür. The fox düzdür. The fox təkdir. Təkində yiyəli apostrof S. Bu da düzdür. 1-3-4. Belə hələlik sağ olun.